Salam, xeyirli günlər. Bu videomuzda sizə Temudan aldığınız məhsullar üçün bəyannaməni necə hazırlamalısınız, onu göstərəcəm. Əvvəlcə Temuya giririk. Sifarişlərimizə giririk. Burada istədiyiniz sifarişin, yəni bəyannaməsini edəcəyiniz sifarişin alt hissəsində takip var. Takip butonuna tıklayırıq. Buradan sifarişin ayrıntıları var. Sifarişin ayrıntıları. İndi diğer sifarişe geçeyim. Sifarişin ayrıntılarını açtıktan sonra burada ürünleriniz üzerinde tüm ürünleri gör var. Onu buradan tıklayırıq. Burada aldığınız məhsullar və qiymətlər yazılıb. Daha sonra bunu bağlayırıq, yəni alta alırıq. Gəlirik Smart Custom proqramını açırıq. Daha sonra bu üst tərəfdə limit $300 işarəsi var. Ora tıklayırıq. Burada beyan edilməmiş olarak görüləcək sizdə. Beyan edilməmiş olarak görüləndə üzərinə tıklayıb həmən bölməni açırsınız. Burada məlumatlarınızı qeyd edirsiniz. Buradan daha sonra satıcının bize buradan daha sonra satıcının məlumatları ortaya çıxır. Bu avtomatik olarak çıxır. Yəni burada qeyd etməyinizə ehtiyac yoxdur. Sadəcə mən indi bəyannaməni burada yəni yeni məhsul götürmədiyim üçün, götürdüklərimin hamısına bəyannamə verdiyim üçün burada məcburən yəni əl ilə doldurmağa çalışacağım. Yani misal boş durmasın diye bir şey eləyək. Bunu tamamen təsadüfən yazıram. İrəli deyirik. Daha sonra bu açılan hissədə, yani daşıyıcımızı onayladıktan sonra burada açılan hissədə, bu arada bayaq mən orada bir şey yazdığım hissəni direkt pas kesirsiniz. Çünki məhsulu aldıktan sonra o hissə avtomatik olarak özü daşıyıcı şirkət tərəfindən yəni doldurulmuş olur. Oradan pas kesirsiniz, növbəti addıma kesirsiniz. Evet, bizim əsas yani etməli olduğumuz şey buradadır, bu hissədə. Buradakı bəyannaməni Trendyolda olduğu kimi də eləyə bilərsiniz. Yəni misal üçün ayaqqabı deyək. Hətta ayaqqabı deməyək. Görək. Burada kompüter ləvazimatlarla bağlı bir şey olmalıydı. Bu arada bunu yani buradakı alt bölmələri uyğunlaşdırana kadar xeyli zaman itirəcəksiniz. Çünki bölmələr çox qarışıq qeyd olunub. Monitoru seçdim. Kompüter ve ona ait olan aksesuarlar, monitor. Niye? Çünkü bu aldığım, yani gətirdirdiyim məhsulun içində ən çox qiyməti olan monitordur. Yani onun için mən bunu seçirəm. Ancaq hər halda digərlərini seçsək də çox bir fərq eləməz deyə düşünürəm. Burada monitor seçdikdən sonra burada ümumi invoice qiyməti var. Valyutasını buradan Azərbaycan manatına doğru dəyişirik. Daşıma xərcini, indi daşıma xərci sizin gətirən şirkətə bağlı olaraq dəyişə bilər. Yəni 5 manat ola bilər, 3 manat ola bilər və ya işte 0, yəni pulsuz olanda 0.01 olarak avtomatik olarak düşür. Ancaq o hissə daşıyıcı şirkət əlindən girdiyimizə görə burada olmur. İndi bizim burada ümumi qiymətə yazmalı olduğumuz 2 dənə burada şey qeyd edəcəyik. Miqdar ve ümumi qiymət, ümumi invoice qiyməti. Eğer Trendyoldan vurursunuzsa bunu hər bir məhsulu ayrı-ayrı oradan bölmələrini seçib hər bir məhsulun önündəki misal üçün monitorun önündəki qiyməti 76 manat 21 qəpiyi əlinlə bura daxil edirsiniz. Burada valyutanı Azərbaycan manatı olarak seçmişəm. Niyə? Çünki Azərbaycan manatı olarak göstərir. Orada Azərbaycan manatı olarak yazıram. Narahat olmayın, sistem bunu özü dollar olarak çevirir.
Daha sonra digər məhsulu, misal üçün flash kartı əlavə edirsiniz. Bunu əlavə etdiyim kimi bunu 1 ədəd gətirmisinizsə 1 ədəd qoyursunuz və ya 2 ədəd gətirmisinizsə 2 ədəd qoyursunuz. Əlavə edin deyirsiniz və qiymət əlavə edin deyirsiniz. Bura düşür. Daha sonra yəni məhsulun birini əlavə etdim. Daha sonra digər məhsulu əlavə etmək üçün bura yenidən əlavə et deyirəm. Bu Trendyol üçün uyğundur. Buradan yenə təzədən məhsulu seçirəm. Bayaqki qaydada burada qiymətləri filan düzəldirəm. Əlavə et verirəm. Bunun yanına əlavə edir. Ancaq bu üsul həm də Temu üçün uyğundur. Çünki mən bu üsulla da vurmuşam. Hətta o vurduğum məhsulu bu gün gedib götürmüşəm ofisdən. Bir digər üsul var ki, bu Temu ilə eləyə bilərsiniz. Bunu Trendyolda bilmirəm, işləyir, işləmir. Burada ən çox qiymətə sahib olan məhsulu seçirsiniz. Yəni, mən monitoru seçmişdim. Daha sonra buradan geriyə qaydırıq. Toplam məhsulun dəyəri olmalıdır burada. Ayrıntılarından baxaq. Baxın, burada ödəmə ayrıntıları toplam 7 ürün. 91 manat 10 qəpik deyə. Bunu bu hissəyə giririk. 91 manat 10 qəpik. Daşıma ücrəti, yəni daşıyıcı şirkət öz avtomatik olaraq qoyur və ya orada uyğun bir yerdən baxa bilərsiniz hər halda. Mənim qoyduqlarım, yəni mənim aldığım məhsullarda adətən daşıma ücrəti olmayıb. 7 dənə ürün olduğu üçün burada sayını 7 qoyuruq. Yəni bu paketin içində, bağlamanın içində 7 dənə məhsul var deyirik. Burada qiymətə 7 dənə məhsulun toplam qiymətini yazırıq. Valyutasını Azərbaycan manatı olaraq seçirik. Niyə? Çünki burada Azərbaycan manatı olaraq qeyd olunub. Baxın burada toplam 7 ürün 91 manat 10 qəpik manat işarəsi var, görürsünüz. Əgər burada dollar işarəsi varsa dollar, yəni ABŞ dolları olaraq seçib elə yaza bilərsiniz. Elə qeyd edə bilərsiniz. Yəni məhsulun içindən gələn ürünlərin içindən bir dənəsini götürüb burada seçirik və digərlərinin toplam sayısını qeyd edirik, qiymətini qeyd edirik. Daha sonra buradan əlavə edinə tıklayırıq alt tərəfdən və bura əlavə olunur. Sonra bu alt tərəfdən bu hissəni klikləyirik. Bəyannamədə yanlış göstərilməsi üçün deyə burada bir maddə var. Bunu klikləyirik, təsdiqlə veririk. Bu hazırdır. Bir də belə bir şey var. Bəyannaməni təsdiqlədikdən sonra alt tərəfdə yəni o bəyannaməni oradan təsdiqlədikdən sonra bəyannamənin bu hissəyə düşəcək. İzləmə kodu filan, yəni qiyməti özü avtomatik olaraq dollara çevirir və bu hissəyə düşəcək. Həmən kod altında, yəni o bayaq istifadə elədiyiniz yerdən həmən yəni qiymətə uyğun olaraq yer tapırsınız. Burada sağ tərəfdə aşağı küncündə kamyon işarəsi var. Ona tıklayırıq. Burada hətta digərinə girim, daha asan olar. Burada malların gömrük ərazindən çıxarılmasını daşıyıcı şirkətə həvalə edirəm deyə bir yer var. Bura klikləyib işarə qoyuruq. Daha sonra aşağıdan təsdiqlə veririk və mallar gömrük ərazisinə getdikdə gömrükdən sizin daşıyıcı şirkətiniz onu çıxardır oradan deyə. Təsdiqləyirik və bu qədər. Bitdi. Burada da qiyməti biz manatla qeyd etməyimizə rəğmən burada dollara çevirdiyi üçün aylıq limiti 300 dollar üzərindən götürdüyümüz sifarişin qiymətini yazır dollar olaraq. Yəni burada əgər bəyan edilməmiş hissədə özü qarşısında dollarla bir qiymət yazıbsa, siz ona fikir verməyin, onu yazmasanız da olar. Çünki adətən oradakı yazı düzgün olmur. Oradakı rəqəmlər düzgün qeyd olunmur. Ona görə yaxşı olar ki, Temunun öz qiymətlərindən istifadə edəsiniz. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər. Ümidvaram işinizə yarayar.